Gəlin aşağı zəhmət olmasa, Levilər məktubu 22-ci fəsil 21-ci ayə. Kimsə Rəbbə əhdini ödəmək üçün, yaxud könüllü təqdim olaraq mal-qaradan və ya qoyun keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun. Onun bədənində heç bir qüsur olmasın. İndi bir də gəlin aşağı zəhmət olmasa İbranilər məktubu 10-cu fəsil 12-ci bənd. Amma Məsih günahkar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Tanrının sağında oturdu. Amin. Dostlar, bu həyatda elə anlar olur ki, insanlar o qədər qurbanlar gətirirlər və onlar yenə də bunu edirlər o məqsədlə ki, onlarda örtülük olsun, onların günahlarından. Və bir növü bu normaldır. Lakin bu kifayət deyil. Səbəbi də bundan ibarətdir ki, insanlar üçün çox vacibdir və onlarda ehtiyac var ki, onlarda tam olaraq təmizlik olsun. Yəni onlar tam olaraq təmizlənsinlər günahdan və azad olsunlar. Və bu daha doğrusu heyvanları qurbana gətirmələr heç cürə insanı və hətta bizi də tam olaraq yuyub təmizləyə bilməz bizim günahlarımızdan. Burada elə bil ki, xüsusi və fövqəltəbii bir qurban lazım idi. Ancaq o bizi tam olaraq günahlardan yuya bilər və bizi azad edə bilər, təmizləyə bilər. Və bu müqəddəs və kamil qurban təqdim olundu zaten. Parçada gördüyümüz kimi. Və bu o zaman baş verdi, haçan Tanrının oğlu göydən yer üzünə gəldi. İsa Məsih, bizim Rəbbimiz və Tanrımız yer üzünə gəldi və özünü fəda etdi. Və o ağır əzablardan və zülmdən keçərək özünü bizə görə qurban verdi. Və o öz qanını axıdaraq bizi satın aldı və bizi günahlardan yudu. Və bu deməkdir ki, biz indi göy Tanrı ilə barışdıq və biz indi Tanrı ilə diri münasibətdə ola bilərik. Və bizim onunla qabaqda hələ əbədi həyat göylərdə və onun cənnətində olacaq Tanrı ilə birlikdə. Və bu ancaq Tanrının mərhəməti ilə baş verə bilər və baş verdi də. Yaxşı əməllərlə yox. Yaxşı əməllərlə nə qədər də çalışsan da, nə qədər də yaxşı əməllər etməsən də və qurbanlar gətirməsən də, xilas olmaq mümkün deyil. Bu ancaq yorğunluq gətirir və axırda da bu kədərə də gətirə bilər, məyusluğa da. Xilas, Tanrının xilası və Tanrının əbədi həyatını göylərdə ancaq iman vasitəsilə və ancaq Tanrının mərhəməti ilə bu mümkündür əldə etməyə. Ona görə də bizim üçün çox vacibdir ki, biz bu həyatda Tanrının kamil və satın alma qurbanını üzr istəyirəm. Daha doğrusu bizim üçün bu həyatda çox lazımdır ki və vacibdir ki, biz bu Tanrının kamil və satın alma qurbanını qəbul eləyək və Tanrının mərhəməti ilə dolu olmaqda davam eləyək. Və hətta bizdə indi Tanrının diri sözü var.
diri və canlı kəlamı var və onun kəlamı Tanrının mərhəməti ilə doludur. Və biz bu Tanrının mərhəmət kəlamı ilə dolu olmaqda davam eləməliyik. Onda bizim həyatımızda hər şey normal olacaq. Şükür Rəbbə. Rəbb sizə xeyir versin. Amin.